Aslında. Bir daha salam hörmətli valideynlər, xoş gördük hər birinizi. Biz artıq görüşə başlayırıq və qeyd edim ki, görüşə başlamazdan öncə sizin bu görüş video qeydə alınır. Video qeydə alındığı üçün də zəhmət olmasa, mümkünsə, əgər sizin istəyinizdə uyğun olarsa, kamera görüntülərinizi açmayasınız. Çünki əgər kamera görüntülərinizi açsa, çünki video paylaşım olunacaqdır və bu paylaşıma görə də görüntüləriniz görsənməsin. Yəni redaktda oluna bilməz fayl. Bunu nəzərə almanızı sizdən rica edirik. Proses belə davam edəcəkdir. Mən sizə məlumat verəcəm. Məlumat verdikdən sonra isə uyğun olaraq burada sual vermək üçün əl işarəsi var. Onu istifadə etməklə mən sizə söz verəcəm. Suallarınızı səsləndirə bilərsiniz. Mən artıq belə deyək, bizim görüşümüzü, onlayn görüşümüzü qeyd eləməyə başlayıram və artıq biz başladıq. Bir daha salam hörmətli izləyicilər, hörmətli finalçılar, hər birinizi xoş gördük. Bu günləri keçiriləcək görüşümüz Azərbaycanın final mərhələsi haqqında olacaqdır ki, bu görüşdə əsas məqsədimiz Azərbaycanın beynəlxalq süni intellekt olimpiyasında təmsil eləyəcək milli komandanın üzvlərini tapmaq, seçmək və eyni zamanda həmin bu şagirdlərin final mərhələsi haqqında məlumat verməkdir ki, bu həm ölkəmizdə ümumiyyətlə ilk dəfədir, eyni zamanda ilk dəfə olması ilə yanaşı, həm də müasir dövrün tələbləri və buna uyğun olaraq sizin bacarıq və biliklərinizi ölçmək məqsədi ilə həyata keçirilir. AI Azərbaycan Qlobal Olimpiya Center tərəfindən yaradılmış və Global Olimpiya Center rəsmi nümayəndəsi olduğu International Olympiad AI-ın rəsmi ölkə nümayəndəsi kimi olaraq bu təqdim olunur və AI Azərbaycan Süni İntellekt Olimpiyadası birbaşa EO 2026-ya vəsqə verən əsas olimpiyadadır. Belə ki, final mərhələsi 9 may tarixində faşizm üzərində qələbə günündə keçiriləcəkdir. Həmin gün qeyri-iş günü olması xüsusi olaraq seçilmişdir ki, bütün iştirakçılar rahat formada işlətin. Bu məqsədlə biz Azərbaycan Fransız Universitetinə özlərinin təşəkkürümüzü bildiririk ki, bu zaman bizim üçün əlavə olaraq işçi qüvvəsi, bayram günü olsa da əlavə işçi qüvvəsi çıxarılacaq və bu əlavə işçi qüvvəsi əsasında biz imtahanı sizlər üçün təşkil edəcəyik və belə ki, AI Azərbaycanın final mərhələsi haqqında bugünkü görüşümüzdə sizə ümumiyyətlə tədbir nə vaxt olacaq, necə olacaq, hansı prosedurlardan keçməliyik, nələri eləməliyik, bu haqda sizə informasiya verəcəm ki, zəhmət olmasa bu prosesi də sona qədər diqqətli dinləyəsiniz ki, suallar artıq sizə qaranlıq qalmasın. Belə ki, birazdan bu gördüyünüz paylaşdığım PDF materialını görüş bitdikdən sonra sizinlə bölüşəcəyik. Buradan da oxuya biləcəksiniz. Bilirsiniz ki, 9 may tarixində keçirilən tədbirimizdə şagirdlərimiz 3 task üzrə yarışacaqlar. Bunlar task A, task B və task C olaraq müəyyən olunmuşdur. Çünki proqramlaşdırma ilə əlaqəli olduğu üçün bunu tasklar olaraq, yəni artıq süni intellektin dilində danışmaq haqqında olduğumuzu sizin diqqətinizə çatdırırıq. Biz tədbirimizi 9 may UFAZ-da keçiririk və UFAZ-ın hər iki binasında olacaq. Sizə qrupa location göndəriləcək. Siz həmin location vasitəsilə ilk olaraq UFAZ-ın əsas binasına yaxınlaşacaqsınız. İstəyirəm ümumiyyətlə final gününün proqramını sizin nəzərinizdə çatdırın. Belə ki, hər kəs səhər saat 18:45-də artıq beynəlxalq Azərbaycan Fransız Məktəbi Universitetinin qarşısında olmadı. Bu Landmarkın yanında yerləşir. Yəni Nizami küçəsində siz buraya yaxınlaşacaqsınız və burada biz ilk öncə şagirdlərin qeydiyyatını alacağıq. Gələrkən özünüzlə şəxsiyyət vəsiqənizi gətirməyi rica edirik və eyni zamanda buraxılış vərəqələrinizi, yəni Global Olimpiya Center'dan seçim turunda iştirak edərkən sizin şəxsi kabinetinizdə olan buraxılış vərəqəsini özünüzlə gətirməyiniz şərtdir. Zəhmət olmasa bunu çap formasında və eyni zamanda sizə gəlmiş təsdiq SMS-ini də bizə göstərməyiniz xahiş olunur. Sizə təsdiq SMS-ini... Mən şəxsi kabineti yoxladım. Orada buraxılış vərəqəsi yoxdur hələ. Yəni ki, səhv daxil olursunuz. Bizim əməkdaşlara yazarsınız, sizə kömək eləyəcəm. Mən danışımı bitirim, sonra suallarını verərsiniz. Zəhmət olmasa, mən suallarımı cavablandıraram. Belə ki,
buraxılış vərəqəsini gətirir və sabah sizə biz tərəfdən elektron poçt vasitəsilə və eyni zamanda web SMS vasitəsilə tapşırıqlar gələcəkdir. Daha doğrusu məlumatlar gələcəkdir. Bu məlumatlar kimlər ki qeydiyyat formundan keçib, həmin şəxslərə aiddir. Həmin şəxslər bunu bizə göstərməlidir. Yəni imtahana gələrkən hər kəs 18:45-də şagirdlər olur UFAZ-ın binasının qarşısında. Biz onları artıq içəri qəbul edəcəyik 18:45-də və gecikməməyiniz tələb olunur. Çünki hər şeyə vaxt zamanında hərəkət etməliyik və 18:45-də şagirdləri qəbul etdikdən sonra onlar yoxlanışı olacaq və akt zalına yönləndiriləcəklər. 09:30-da artıq biz 09:20-də görüş qəbulu artıq bitirəcəyik. İçəri daxil olmaya icazə verilməyəcək və 09:30-da bizim şagirdlərimiz UFAZ-ın rəhbər heyəti direktoru tərəfindən, İDDA-nın Azərbaycan Rəqəmsal və İnkişaf Nazirliyinin agentliyi tərəfindən və EA Azərbaycan nümayəndələri, yəni biz tərəfindən birgə sizi bir mitinq olacaq. Bu mitinqdə sizə qısa bir giriş verəcəyik və qısa girişdən sonra isə saat artıq 10:00-da Task A üzrə siz imtahana girəcəksiniz. Nəzəri biliklərin qiymətləndirilməsi olacaq Task A, yəni siz 25 suala maksimal 50 bal uğrunda 1 saat uğrunda mübarizə aparacaqsınız. İmtahan kağız formatında olacaqdır və Azərbaycan və ingilis dilində imtahan təşkil olunacaqdır və bunu nəzərə alaraq imtahana hazır olmanızı sizdən xahiş edirik və bunları nəzərə almanızı bildiririk. Özünüzdən gələndə qələm və su gətirməyi də unutmayın. Mən indi digər qarşıdakı artıq dəqiqələrdə digər məsələlər haqqında informasiya verəndə məlumatınız olacaq. Uşaqlarını, öz övladlarını final mərhələsinə gətirən valideynlər isə artıq 10:00-da imtahan başlayandan sonra 10:10-da içəri daxil olacaq. Yəni 10:00-da artıq onları biz içəri qəbul edəcəyik. Akt zalında UFAZ-ın əsas binasında valideynlərlə bir görüş keçiriləcək. Təqribən 50 dəqiqə müddətində həm imtahan haqqında rəsmi nümayəndələrin çıxışı və eyni zamanda bilirsiniz ki, Azərbaycan Fransız Universiteti Azərbaycanda data science və süni intellekt sahəsində əsas universitetlərdən və çox prestijli universitetlərdən biridir və burada bu universitetdə təhsil almaq və bura necə qəbul olmaq olar, bu kimi məsələlər haqqında UFAZ-ın direktorları tərəfindən sizlərlə bir görüş keçiriləcək, informasiya veriləcək və valideynlər üçün təqribən 50 dəqiqə müddətində bu proses baş tutacaq. 50 dəqiqə başa çatdıqdan sonra isə biz valideynləri artıq yola salacağıq evinə. Təqribən artıq saat 18:00-da bir də gəlib şagirdləri götürəcəksiniz. Task B 11:30-da başlayacaq, hörmətli valideynlər. Təqribən bizim 20 dəqiqə, 30 dəqiqə vaxtımız olacaq. Şagirdlərdən biz tərəfindən təyin olunmuş şagirdlərdən 100 nəfəri yola düşəcək bina 2-yə, yəni UFAZ-ın binasının 2-ci korpusuna. Digər sayda şagirdlər isə əsas binada qalacaqlar və şagirdlər 2 hissədən ibarət olaraq imtahanda iştirak edəcəklər. Belə ki, Task B-də iştirak etmək məqsədi ilə ilk olaraq şagirdlər imtahana girəcəklər və 1 saat yarım 90 dəqiqə müddətində Kaggle proqramında imtahanda iştirak edəcəklər. Burada siz AI simulyasiyası haqqında bizim verdiyimiz mövzular üzrə işləyəcəksiniz, proqramları yazacaqsınız, proqramlaşdırma olacaq. Eyni zamanda həmin görüş bitdikdən sonra artıq şagirdlər universitetin bufeti açıq olacaq, orada öz qidalarını ala bilərlər, qidalana bilərlər. Çöldən gətirilən şeylərə diqqət yetiriləcək, zəhərlənmə halları olmasın deyə. Odur ki, universitetin bufetindən qidalana və yaxud da ki, yəni həmin fasilə müddətində gedib qidalanıb qayıda bilərlər çöldə və buna biz icazə verəcəyik. Task C isə 3 saat 150 dəqiqə müddətində davam eləyəcək və 150 dəqiqə müddətində şagirdlər Task S-i cavablandırmağa çalışacaqlar. Ümumilikdə tədbir 18:00-da başa çatacaq. Yəni 08:45-dən 18:00-a qədər şagirdlər Azərbaycan milli komandasının seçilməyi uğrunda bir gün müddətində mübarizə aparacaqlar. Biz iştirak final formatında bəzi dəyişikliklər etdik. Dəyişiklik nədən ibarət idi? Belə ki, biz 2 turu fərdi olaraq qiymətləndirməsini qoymuşduqsa, artıq 3-cü mərhələ komanda fərdi şəkildə həyata keçirilməsi haqqında qərar qəbul olundu. Yəni, bütün şagirdlərin nəticələri fərdi şəkildə olacaqdır. Yəni, bütün ballar fərdi olacaqdır və reytinqə əsasən qızıl, gümüş, bürünc mükafatçılar eyni zamanda Azərbaycan milli komandasını təmsil eləyəcək şagirdlərin adına da buradan aydınlıq gələcəkdir. Biz istəyirik, ümumiyyətlə, indi hal-hazırda istəyirəm ki, tədbir haqqında saat və saat məlumat verim. 08:45-də iştirakçıların daxil olması başlayır. 09:20-də daxil olma mərhələsi tamamlanır. 09:30-da şagirdlərlə ümumi görüş keçirilir. 09:50-də Task A otaqlarına yönləndirmə başlayır. İştirakçılar Task A-ya gedir.
10:00 11:00 aralığında task A, yəni nəzəri imtahan başa çatır, keçirilir. 10:10 və 10:50 aralığında valideynlərlə görüş olur. 11:00-da isə task A başa çatan kimi fasilə başlayır. 11:00-dan 11:30 tarixinə fasilə və texniki hazırlıq həyata keçirilir. Birinci qrup üçün bina 1-də və bina 2-də və 11:30-da imtahan başlayır. Task B-nin birinci qrupu üçün 13:00-da Task B-nin birinci qrupunun imtahanı yekunlaşır. 13:00-da Task B-nin ikinci qrupu üçün hazırlıq və 13:30-da isə ikinci qrup üçün imtahan başlayır və 15:00-a qədər davam edir. Saat 15:10-da Task C başlayır və 15:30-da imtahan başladıktan sonra isə saat 18:00-a qədər imtahan davam edir və 18:00-da artıq imtahan nəticələri bitir və siz Task B və Task C üzrə nəticələrinizi ekranlarda artıq görmüş olursunuz. İmtahan mərhələsi haqqında yəqin ki, mən biraz məlumat verdim, yenidən biraz məlumat vermək istəyirəm. Task A nəzəri biliklərin qiymətləndirilməsindən ibarətdir və burada siz 25 sual 60 dəqiqə ərzində cavablandırmalısınız. Hər sual 2 baldır, səhv düzə aparmır, səhv cavablar düzgün cavablara aparmır və mənfi bal yoxdur. Əsasən burada sizə süni intellektin fundamental anlayışları, data anlayışlar, model düşüncəsi, etik prinsiplər və maşın öyrənmə üzrə nəzəri biliklər soruşulacaqdır. Yəni bu o deməkdir ki, siz AI və proqramlaşdırma haqqında məlumatlar əldə edəcəksiniz. Ondan sonra keçiriləcək Task B, texnik və tətbiq düşüncə mərhələsində burada yenidən Kaggle-da qeydiyyatdan keçdiyiniz iş nömrəsinə uyğun olaraq yazdığınız artıq yəni ki, qeydiyyatdan keçmişsiniz. Qeyd edeyim ki, qeydiyyat tez bir zamanda qeydiyyatdan keçməlisiniz, hörmətli qrup üzvləri. Əgər qeydiyyat başa çatmazsa, yəni həmin gün qeydiyyatı etməyən şagird Kaggle-da imtahanda iştirak edə bilməz. Bunu zəhmət olmasa qrupa atdığımız təlimata uyğun olaraq Kaggle-dan qeydiyyatdan keçin. Task B-də bildiyiniz kimi kompüterlə imtahan verəcəksiniz. Burada siz data ilə işləməni, kəşfedici analiz, ilkin emal mərhələsini, model qurma, qiymətləndirmə və buna bənzər bacarıqlarınızı yoxlayacaqsınız. Biz sizə tapşırıqları həmin gün orada aktiv eləyəcəyik və həmin tapşırıqları sizə göndərəcəyik ki, sizlər bunun üzərində işləyə biləsiniz. Bu mərhələ üçün biz sizə indi görüş bitdikdən sonra göndərəcəyim PDF-də mövzularla da tanış ola bilərsiniz. Mən bu danışdıqdan sonra mövzular haqqında da bir daha qayıdacağım bu məsələyə. Task C-də də bilirsiniz ki, imtahan 150 dəqiqə olacaq. Burada daha çətin suallar sizi gözləyir və elə istəyirəm biz keçid eləyək mövzu başlıqlarına. Mən ekran paylaşımını artıq növbəti bir paylaşım üzərindən sizə göndərim və siz buna diqqət yetirəsiniz və baxasınız. Belə ki, yəni ki, artıq ekranda görürsünüz. Task A, yəni nəzəri hissədə sizlər süni intellektin tarixi və anlayışları, Turing test, AI, dillər, axtarış sistemləridir və süni intellekt etikasıdır, data anlayışları, data analizlər və model düşüncə və maşın öyrənmə, yəni ML yazılır. Bunları bilməlisiniz. Bunları bilməlisiniz ki, bu suallara cavab verə biləsiniz. İkinci, yəni Task B-də diqqət edirsiniz ki, burada Task B yazılıb. Burada isə sizdən Python və data ilə işləmə bacarıqları tələb olunur. Burada alt başlıqlar var. Kəşfedici data analizi tələb olunur. Datanın ön emalı sizdən tələb olunur. Buradakı gördüyünüz modellər, logistik regressiya və digər bacarıqlar, API modeli qurulması və s. və qiymətləndirmə ölçüləri sizdən tələb olunacaq. Bunlar sizdən tələb olunan məsələlərdir. Task C, yəni Kaggle 2-də isə artıq final mərhələsi sonuncu mərhələsində burada artıq məlumatların təmizlənməsidir, xüsusiyyətlər mühəndisliyidir, sinif balanssızlığıdır, ağac əsaslı modellərdir. Sonra irəli qiymətləndirmə ölçüləridir ki, bu mövzular sizə yardımcı olmalıdır final mərhələsində. Biz Task C üçün zəmin rolunu oynadığından bu mövzular sizlərlə paylaşırıq. Ona görə paylaşırıq ki, siz imtahana hazır olasınız. Biz imtahanın mövzusunu sizə verə bilmərik. Yəni bu mümkün deyil sizə bunu təqdim edək. Bunu ancaq imtahan vaxtı görəcəksiniz və imtahan vaxtı sizdən bunları işləmək tələb olunacaq. Bəli, mən bayaqları bir şey söylədim ki, siz Kaggle-dan, qeydiyyatdan keçməlisiniz. Mən istəyirəm bu haqda olan PDF-imizi də məlumatlarını sizinlə bölüşüm. Yəni necə eləyəcəksiniz, Kaggle nədir və bu nə üçün lazımdır, burada hansı işlər görəcəyik və nələr eləyəcəyik. Bu haqda sizə istəyirəm ki,
Mənim səsimizi bağladınız. Mənim səsiniz bağlıdır. Mənim səsimiz bağlıdır. Mənim səsiniz bağlıdır. Mənim səsimiz bağlıdır. Mənim səsiniz Bildirək birimiz denizməzdir. mənim səsiniz bağlıdır. Uşaqlar bilirəm, bilirəm bağlıdır. Sadəcə paylaşım edirdim onun üçün. Mən sizə indi növbəti bir paylaşım hissəsini təqdim eləyəcəm. Yəqin ki, siz artıq ekranınızda mənim paylaşdığımı görəcəksiniz. Aha, bəli, görürsünüz. Deməli, süni intellekt olimpiyadamızda Kaggle müsabiqə təlimatıdır bu. Yəni ki, bunu oxumusunuz. Siz Kaggle hesabı yaratmalısınız. Kaggle.com-a girirsiniz. Orada register düyməsi var. Onu yazırsınız. E-poçt ünvanınızı, şifrənizi qeyd edirsiniz ki, bu imtahan girişi üçün çox vacibdir. Diqqət, yenə deyirəm, yenə təkrar edirəm, hörmətli iştirakçılar. Əgər siz bunu eləməsəniz, imtahanda iştirak eləyə bilmərik. Bizim texniki olaraq onu etməyimiz artıq mümkün olmayacaq. Sizi gözləyə və həmin anda keçirək. Çünki biz ora siz imtahana gəlməmişdən öncə tapşırıqlar göndərəcəyik və siz imtahan dəqiqəsində onu başlaya biləcəksiniz. Odur ki, sabah, yəni ayın 6-sı axşam 18:00 kimi qeydiyyatdan keçin və qeydiyyatı bitirin. Müəllim, imtahan nə vaxt idi? 9 may tarixində. Suallarınızı cavablandıracağım. İstifadəçi adı və formatı çox vacibdir. Baxın, ən vacib buranı biz xüsusi olaraq da qeyd eləmişik. Görürsünüz ki, Kaggle istifadəçi adınızda adınız, soyadınız hökmən olmalıdır. Məsələn, Əli Əliyev və belə bir rəqəmlər olmalıdır. Format da bu formada yazılmalıdır. Exam ID-niz yazılmalıdır. Exam ID Global Olimpiad Center tərəfindən AI Olimpiyadasından ilk dəfə iştirak eləyərkən sizin cavab kartına yazdığınız yəni iş nömrələridir. Bunlar sizin şəxsi kabinetinizdədir. Daxil olursunuz şəxsi kabinetdə olimpiyadası seçirsiniz. Orada köhnə buraxılış vərəqənizi götürürsünüz. Çünki onunla gəlməsiniz, həm də o sizin exam ID-nizdir. Müsabiqə günü isə yerinə yetiriləcək addımlar bundan ibarətdir. Biz sizə link göndərəcəyik. Linki necə göndərəcəyimiz haqqında biz məlumat orada verəcəyik sizə. Siz təqdim olunan linki açacaqsınız və Join Competition düyməsinə basacaqsınız. Qaydaları oxuyub qəbul etdiyinizi təsdiqləyəcəksiniz. Qeyd edeyim. B və C kateqoriyasında olan bütün təlimatlar ingilis dilindədir. Yəni Azərbaycan dilində deyil. Bunun səbəbi də ondan ibarətdir ki, çünki final mərhələsində vahid bir dil təqdim olunur və odur ki, biz sizlərə sualları ingilis dilində təqdim edəcəyik. Yəni odur, ingilis dilini bilmək şərtdir. Və burada proqramlaşdırma olduğundan, yəni ingilis dili bilməyiniz vacib. Yəni ki, siz proqramlaşdırma ilə məşğul olursunuz və bu dili müəyyən qədər bilir və tapşırıqları həyata keçirəcəksiniz. Və bundan sonra isə artıq siz təqdim olunan şablonda templet üzərində işləməlisiniz. Biz sizə datanı yükləməyə ehtiyac olmayacaq sizin üçün. Müsabiqə səhifəsində kod tabına keçid eləyəcəksiniz. Siyahıda görünən template adlı notebookun üzərinə klikləyəcəksiniz. Sağ üst küncdəki copy and edit düyməsinə basıb bu sizin şəxsi sahənizi yaradacaq və başlayacaqsınız orada işləməyə. Kodların işlənməsi və nəticələrin göstərilməsi kodlarınızın notebook daxilində tamamlayın. Notebook dediyimiz qeyd yeri nəzərdə tutulur. Yəni notebook demirəm. Sağ üst küncdə save version düyməsinə basacaqsınız. Açılan pəncərə save run all seçib save düyməsini yenidən klikləyəcəksiniz. Prosesi tamamladıqdan sonra yenidən ekran sol aşağı küncündəki output hissəsinə keçin və oradakı submit düyməsini sıxaraq nəticənizi göndərəcəksiniz. Liderlər, Kəsirəm. Bu sual PDF-in qrupu ata bilərsiniz. göndərəcəm. Mən bitirim danışığımı, sonra suallarınızı cavablandıracağım mənim balam. Olarmı? Çünki video zapis gelir, dostlarımız da baxacaqlar. Sonra sizlər, hörmətli iştirakçılar, kateqoriya, yəni task B və task C-də artıq siz birbaşa olaraq liderlər cədvəlini görəcəksiniz. Yəni müsabiqə qaydalarını və iştirakçıların ad, soyadını hamısını görəcəksiniz və biləcəksiniz kim artıq neçə balla nə qədər qazanıb. Müsabiqənin qaydaları budur. Yalnız Kaggle daxilində təqdim edən fayllardan istifadə etmək olar. Əlavə heç bir brauzerə, heç bir yerə girişi icazə yoxdur. Ancaq Kaggle daxilində istifadə edə bilərsiniz. Buna bənzər hal iştirak elədiyimiz təqdirdə siz diskvalifikasiya olunacaqsınız, yəni imtahandan çıxarılacaqsınız. Bu prosesləri nəzərə alaraq biz sizdən xahiş edirik ki, bu yolları əl atmayasınız.
Digər məsələ isə digər iştirakçı hər yollarını bölüşmək qadağandır. Onsuz da bizim nəzarətçilərimiz var və otaqda kameralar çəkilir. Test datasına manual müdaxilə etmək qadağandır. Yəni bunu müdaxilə edəniz təqdirdə biz sizin üçün bunu düzəltməyəcəyik. Zəhmət olmasa tapşırıqları necə varsa o təlimata uyğun yerinə yetirin, hörmətli iştirakçılar. Təqdimat limiti hər müsabiqə mərhələsi üçün 2 və 3-cü mərhələ maksimum 10 ədəd nəticə göndərə bilərsiniz. Yəni 10 format göndərə bilərsiniz. Template'in məqsədi odur ki, şablondakı notebook və model etalonun məqsədindadır. Burada iştirakçılara gözlənilən fərqli üsullarla modellərin nəticəsinə yaxınlaşmaqdır. Yəni siz bu template'lər vasitəsilə 10 dənə təklif göndərə bilərsiniz bizə. Və biz sizə burada uğurlar arzuluyuruq. Mən Kaggle saytını da istəyirəm sizə göstərim. Mən sizə Kaggle saytında göstərim ki, hara daxil olacaqsınız, necə olacaqsınız. Biz sizin üçün orada hər şeyi açacağıq və hazır eləyəcəyik. Amma siz hökman, mən qrupa da göndərəcəm, girib öncədən bir məşq eləməlisiniz. Çünki əgər məşq eləməsəniz, siz oradakı proseslərə baxmasanız, istifadə eləyə bilməzsiniz. Çünki ümumiyyətlə qeydiyyatdan keçməlisiniz. Kaggle budur, kaggle.com görürsünüz yazılıb. Burada olacaq, həyata keçiriləcək yarışma və burada hökmən registrasiya bölməsindən qeydiyyatdan keçməlisiniz. Dediyim kimi exam ID və digər şeyləri yazmaq şərti ilə bunu da düz eləyəcəyinizə inanıram və güvənirəm. Sonra keçək növbəti artıq proses barəsində mən sizə məlumat verim, dəyərli iştirakçılar, hörmətli valideynlər. Belə ki, yenidən ekranı bölüşüm ki, siz həm də həmin dokumenti görə biləsiniz. Qeyd edim ki, həmin bu materialı mən sizə yenidən göndərəcəm ki, sizlər bir daha özünüzdə bundan tanış olasınız. Valideynlər üçün məlumatlandırıcı görüş haqqında məlumat verdik, iştirakçılar üçün məlumatları dedik. Əsas məsələ Task B və Task C üçün hökmən qeydiyyatdan keçməlisiniz. Yekun nəticələrdə biz bütün cavabları toplayıb sizə qaliblərin adını açıqlayacağıq. Task B və C-nin nəticələrini siz həmin gün elə həmin dəqiqə orada görəcəksiniz, elə yarış gedə-gedə. Tapşırıqlar kim göndərilibsə imtahan bitənə qədər artıq biləcəksiniz. Task A-nın cavabını isə biz səhəri gün artıq sizlərə açıqlayacağıq və həm B və həm C tapşırıqlarla toplanılan bal eyni zamanda nəzəri olaraq verdiyiniz tapşırıqlar üzərindən hesablanacaq, səhv düzləriniz optik formada oxunub sizlərlə şəxsi kabinetinizdə bölüşüm ediləcək və siz həmin balları əldə edəcəksiniz. Hər task üzrə 50-50-50 bal olaraq bizim komanda müəyyənləşdirib, yəni 150 bal uğrunda mübarizə aparacaqsınız. Çox üzr istəyirəm uşaqlar, səsim bağlamışdı. 150 bal maksimum qazana bilərsiniz. Yəni, bu dəqiqə bizim akademik heyət bunu müəyyən etmişdir. Hər task üzrə 50 və 50 və 50 bal olur. Və siz təqribən səhər saat 18:45-dən axşam 18:00-a qədər bizimlə gözəl bir universitetdə, beynəlxalq bir universitetdə, gözəl bir modeldə istifadə edəcəksiniz. Bütün qiymətləndirmə meyarları da Kənan yazır, bütün performans dəyərləndirmə hamısı Kaggle-da sizə təqdim olunacaq. Qiymətləndirmə meyarları nəyə görədir, nə əsasındadır, nəyə görə nə qədər verilir, bunlar hamısı orada göstəriləcək və hamısını da görəcəksiniz. Ayçin yazır ki, indi hörmətli iştirakçılar, əziz valideynlər, suallarınızı chat bölməsinə zəhmət olmasa yazın, səs olaraq nəyə görə mümkün deyil, çünki mən sualların hamısını oxuyum ki, hər kəs bunu görə bilsin. Ayxan yazır ki, daha doğrusu mən bir chat bölməsinə keçim. Paylaşımı dayandıraq, keçək chat bölməsinə və mən sizin oradan olan suallarınızı bir-bir, yavaş-yavaş artıq mən cavablandırım və sizin suallarınıza rahat formada bir cavab yerini verə bilim. Deməli, əziz iştirakçılar, Python-da bəli, salam, yəni kod yazacaqsınız, bəli, kod tələb olunur. Mən ilk öncədən keçirəm, salamlar var, bu heç. Demək, Kənan yazır ki, model performansiyasına görə xal yığırı, yoxsa yerinə yetirməyə görə, həm model performansiyasına görə, həm də belə deyək də, yerinə yetirmə bacarıqlarına görə. Çünki əsas tapşırığa yaxınlaşmaq lazımdır, düzgün yaxınlaşmaq lazımdır. Əsas məqsəd budur. Ayçin yazır ki, salam, imtahan tez bitirib çıxmaq olarmı? Bəli, olar. Amma inanmırıq ki, siz bu qədər tez bitirə biləsiniz. Yəni, mümkün deyil. Onsuz da səhərdən axşama kimi bizlə bir yerdəsiniz. Heç yerə getib qoymayacaq sizi. Yəni, saat 18:00-da, yəni sonuncu Kaggle S-də, bəli, imtina eləyə bilərsiniz. Deyə bilərsiniz ki, mən birinci imtahandan sonra mən ikinci və üçüncüyə girə bilmirəm. Avtomatik biz sizin nəticənizi ləğv etmiş olacaq. Bu mümkündür. Amma
Yəni B-ni bitirəndən sonra bəli fasilə var, fasilədən sonra C var. Task C-ni bitirəndən tez bitirənlər bəli çıxa bilərlər. Heç bir problem yoxdur. Tural yazır, salam, final mərhələsində neçə şagird vəsiqə qazanacaq? Final mərhələsindəyik artıq və final mərhələsində 309 şagird vəsiqə qazanmışdı. Bunlardan artıq ələnənlər var, çünki onlar düşünürlər ki, biz hələ ki bu ilki final mərhələsinə hazır deyilik, növbəti il qoşulacağıq. Onlar həm də gələn il üçün belə deyək ki, əlimizdə sizlərlə paylaşmağa daha başqa materiallar olacaq. Bu materiallardan yararlana biləcəksiniz. Kaggle'da biz kod yazacağıq, Ayxan yazır, bəli. Lamiyə Baxşəliyevə yazır ki, bütün siniflərə eyni sual olacaq, bəli. Bu mərhələdə medal əldə olunacaq, Cəsur yazır, bəli, Cəsur. Bizim təlimatda da göstərildiyi kimi, burada şagirdlər medallar qazanacaqlar. Ancaq Azərbaycandan ilk 4 yeri tutan şagird final mərhələsinə keçəcək və bu final mərhələsində iştirak eləyəcək iştirakçılar Azərbaycan milli komandası olacaq ki, onlar artıq Əbu-Dabidə yox, müharibəyə əsasən Qazaxıstanda dünyanın 129 ölkəsindən iştirak edə bilərlər. İkinci komandanı da biz milli komanda kimi ora çıxarda bilərik. Bunun haqqında artıq müzakirələrimiz gedir. Qeyd edək ki, finala gedəcək bir komandanın ödənişini biz qarşılayırıq. Yəni sizin iştirak haqqını və digər şeyləri Qlobal Olimpiya Sentri tərəfindən qarşılanır və bir komandanın bütün xərclərini biz götürürük və biz həmin komandanı xaricdə Azərbaycan təmsil etməyə aparacaq 129 ölkənin iştirak edən. Çox böyük bir platformadır. Burada UNESCO-nun, Google-un və digərlərinin hamısı iştirak edir və burada qalibiyyət sizin həm təhsil həyatınız üçün, həm təhsil karyeranız üçün, eyni zamanda gələcəyiniz üçün çox böyük əhəmiyyət daşıyır. Çünki burada Cambridge-in, MIT-nin, digər bütün ən yaxşı universitetlərin həm professor heyəti, həm idarə etməsi, eyni zamanda komandalarda Amerika komandası da burada barza aparır. Vüsalə Əhmədova yazır. Salam, 6-cı sinifdə Pythonda kod yazacaq. Bəli, kimliyindən asılı olmayaraq, sinifindən asılı olmayaraq hər kəs yazacaq. Burada məsələ süni intellektin sinifə heç bir aidiyyəti yoxdur. Çünki proqramlaşdırma və buna bənzər dillər şagirdlərin məktəbdən kənar fəaliyyətidir. Ümumiyyətlə, beynəlxalq olimpiyada yarışmalar məktəbdən kənar fəaliyyətlərdir. Riyaziyyat fən və buna bənzər fənlər olsaydı, bəli, burada biz müəyyən qədər də olsa siniflərə və sinif qaydalarına riayət edirik. Amma bu AI olduğundan, AI məktəblərdə tədris olunmayan bir mövzudur və bu məktəbdən kənar fəaliyyətdir. Yəni rəsmi olaraq mən sizə desəm, yəni bütün olimpiyada yarışmalar fəndən asılı olmayaraq və məktəbdən kənar fəaliyyət şagirdin məktəbdən kənar göstəriciləri deməkdir. Odur ki, yəni sinifdən asılı olmayaraq 6-cı sinifdə oxuyan şagird də finala vəsiqə qazana bilər. Bu onun texniki biliklərindən asılıdır. Eyni zamanda o milli sinifdə oxuyan şagird də qazana bilər. Bizim üçün hamısı bərabərdir və bərabər səviyyədə onlara baxırıq. Məhəmməd Əsədullayev yazır ki, salam, tasklarda tam olaraq nələr olacaq, nə edəcəyik? Kodlar yazacaqsınız, tapşırıqları yerinə yetirəcəksiniz, Məhəmməd. Yəni kod yazacaqsınız, qısa olaraq desəm. Salam, task A-dan B-yə keçmək üçün müəyyən qədər bal qazanmaq lazımdır. Xeyr, hər kəs task 3 dənəsində də iştirak eləyəcək. Bunun üçün keçməyə ehtiyac yoxdur. Yəni həm bilik səviyyəniz buna imkan verəcək. Sadəcə olaraq bunlar 3 balın 3-ü üzərinə gəlməlidir ki, siz ümumi nəticədə bir bal toplaya bilərsiniz. Hamısı eyni dərəcədə bal verir. İmtahan nə gətirməliyik? Süleyman Ramazanov yazır. Süleyman, imtahana gələrkən özünüzlə Qlobal Olimpiya Sentri tərəfindən birinci imtahanda gələrkən şəxsi kabinetdə olan buraxılış vərəqəsini gətirirsiniz. Bununla əlavə siz ikinci şəxsiyyət vəsiqəsini gətirirsiniz. 3. Özünüzlə su, qələm gətirirsiniz. Yemək də gətirə bilərsiniz atışdırmalı. Çünki səhərdən axşama qədər biz bir yerdə olacağıq. Universitetin bufeti işləyir. Oradan da qida əldə edə bilərsiniz, ala bilərsiniz. Ancaq yəni bu sadəcə sizə yaradılmış fürsətlərdə biz çalışacağıq ki, sizləri kənarda olmayasınız, elə universitet daxilində olasınız. Çünki bu həm maraqlı, həm də yaradıcı bir prosesdir. Tamilla Kazımova yazır. İmtahan müddəti neçə kod olacaq? İmtahan müddətində neçə kod olmayacaq. İmtahan müddətində bir tapşırıq olacaq və o tapşırıqları onlar icra eləməlidir və öz təqribən 10-a yaxın fərziyyələrini, düşüncələrini düzgün tələb olunan prosesləri oraya yazmalıdır. Bunun üçün siz nə etməlisiniz? Kaggle'ın nə olduğunu. Bunun üçün siz daxil olmalısınız kaggle.com-a. İndidən orada açıq şeylər var. Sonra International Olympiad AI-ın səhifəsində də sual nümunələri var. Bu sual nümunələrinə gedib baxıb istifadə edə bilərsiniz növbəti illəri. Mən onu da göndərəcəm sizə. Yəni bu tipdə olacaq. Bunu biləsiniz.
Sonra qrup halında olacaq imtahan. Xeyir Namik bəy, Riyad yazır, milli komandaya seçiləndən sonra nə olacaq? Milli komanda seçiləndən sonra biz milli komandamız hazırlıq olacaq onlara xüsusi olaraq akademik heyət tərəfindən və onlar hazırlıq keçdikdən sonra avqustun 2-si və 8-də keçiriləcək beynəlxalq, yəni əsas final mərhələsində International Olympiad AI 2026 Astana finalında 129 ölkənin qatılması ilə Azərbaycan milli komandasını təmsil edəcəkdir. Medalçılar necə və hansı faizlə təyin olunacaq? Bu haqda məlumatı təlimatlarını ala bilərsiniz. Valideynlərə görüşdə iştirak etməsi olar. Şərt deyil, biz sadəcə valideynlərə şərait yaradırıq. Salam, mənim oğlum rus bölməsində oxur, onu çətin olacaq nəzər imtahan deyə düşünürəm. Biz, Nərman bəy, anlayıram sizi, biz heç burada ancaq ingilis dilində imtahanı təşkil etmək istəyirdik, amma sonradan dövlətimizin əsas dili Azərbaycan dili olduğundan və hər kəsin Azərbaycan dilini bilir, hər kəs danışa bilir. Burada latın qrafikasını bilirsə şagirdlər oxuyacaqlar. Yəni burada məsələ terminləri bilməkdir nəzəriyyədə, daha doğrusu məlumatı bilməkdir. Məncə başa düşərlər, təcrübə olar onlar üçün də. Çünki növbəti ildə bu period olacaq və biz ingilis dilini hökmən yaxşı-yaxşı bir nəzərə yetirməliyik və biz isə Qlobal Imtiyaz Sentri olaraq gələcəkdə artıq beynəlxalq süni intellekt olimpiadasının Azərbaycan dilində inteqrasiyası necəsə düşünür və bu haqda müzakirə aparıq. Gələcəkdə inanıram ki, bu da mümkün olacaqdır. Hamısı açıq sualdır. Əliyev Zaur, açıq sual deyil, bu riyaziyyat deyil, hörmətli iştirakçımız. Bu proqramlaşdırmadır, siz proqram yazacaqsınız. Kod yazacaqsınız. Kodlaşmadır, açıq sual falan yoxdur burada. Riyaziyyat deyildir. 150 bal hansı tasklardandır? Hərəsindən 50-50'dir Süleyman. Hər sinif üzrə sinif yoxdur Ayxan. Konkretdir, sinif bura aidiyyəti yoxdur. Bir dənə tapşırıq var. Task A, bir dənə tapşırıq task B, bir dənə tapşırıq task C. Hər kəs eyni suallara cavab verir. Narsim yazı suala yalnız ingiliscə olacaq. Task C ilə task B, bəli. Salam, kod C++-da yazmaq olacaq. Əsasən Python-ı bilməlisiniz birincidə. Digərdə isə müəyyən analizlər yazdığımız o mövzu başlıqlarına uyğun olaraq öyrənməyiniz lazımdır, baxmanız lazımdır. Orada artıq C++-dansa, C++ da olar, amma C++ daha peşəkardır. Yəni ona nisbətdə öyrənməlisiniz. Bir amma Kaggle-da Google ilə keçmişi bu səhvdir. Kaggle yox, səhv deyil. Amma sadəcə bizim dediyimiz formada username-imizi dəyişməlisiniz. İqzam ID-nizi yazmalısınız. Biz o İqzam ID-ni görməsək, imtahan sizin üçün aktiv olmayacaq, hörmətli iştirakçımız. Yəni hökmən o formada qeydiyyatdan keçir. Yəni diqqət edin. Salam valideyni öz e-poçtunu qeyd edib, mən qeydiyyatdan keçirib, mənim öz e-mailim var, onunla keçə bilər, problem deyil. Məsələ orasındadır, yenə deyirəm. Şagirdin ad və soyu, username, ad və soyad olmalıdır. O şagird daxil olduğu poçtu və parolu yadında saxlamalıdır. Biz onu bilmirik. İmtahan vaxtı ona kömək edə bilməli və telefonlar da yığılacaq. Yəni, hər kəs imtahana eyni vaxtda başlamalıdır. Digər məsələ, siz username-i dediyimiz qaydada eləyin. Ad, soyad və İqzam ID-si yazılmalıdır username-in qabağında. Yoxsa biz ona icazə verməyəcəyik. Və yenə təkrar edirəm, dəyərli iştirakçılar, əziz balalar. Yəni ki, qulaq asırsınız mənə. Bax, diqqətli edin. Yenə deyirəm. Ad, soyad və İqzam ID-niz yazmalısınız. Başqa şeylər keçməyin və biz həmin vaxtı müdaxilə eləyə bilməyəcəyik. Çünki bunlar imtahandan öncə bizim icazələrimiz olacaq ki, onu texniki komanda həll eləyir. Xaricdən qoşulan komanda həll eləyir o tapşırıqları. Sistem 30 durur. Yəni bunu nəzərə alaraqdan zəhmət olmasa düzgün eləyin. İmtahan günü biz sizə bu mövzuda istəmirik ki, yəni bizdən küsəsiniz və yaxud da ki, pis olasınız. Yəni doğru düzgün şəkildə imtahana gəlmək lazımdır. Bunu qeyddən keçməyinizi sizdən dönə-dönə xahiş və rica eləyirəm. Sonra yazır Salih yazır. İqzam ID-ni hardan tapmaq olar? İş nömrəsini sizin Qlobal Imtiyaz Sentri şəxsi kabinetinə daxil olun. Siz EA Azərbaycanın final mərhələsində seçim turuna gələndə siz buraxılış vərəqəsinə gəlmişdiniz. Həmin buraxılış vərəqəsində sizin İqzam ID-niz var. Yəni iş nömrənizi yazırdınız və sizin nəticələriniz çıxırdı ki, siz nə qədər bal toplasınız və s. Həmin İqzam ID lazımdır. Sonra növbəti məsələ kənara deməli mən növbəti sualları da oxuyum. Sonra biri Əli Qasımov yazır ki, deyilmişdi ki, qrupla olacaq, bu hansı taskda olacaq? Siz yəqin ki, görüşün əvvəlində qoşulmadınız. Mən bildirdim axı, dəyişiklik olundu və task C də fərdi qaydada keçiriləcək. Yəni, çünki task C qrup şəklində olanda biz tam ədalətli qərar verəcək, amma sonuçda sizin müəyyən fərziyyələriniz ola bilərdi, iştirakçıların, qatılımcıların bu fərziyyələrin də olmaması məqsədi ilə hər kəs üçün fərdi şəkildə bunu hazırladı və bu fərdi şəkildə olacaqdır. Fasilə zamanı universitetdən kənara çıxmağa icazə var? Var.
Qızın məktəbdə rəqəmsal keçmir, yalnız informatika keçə bilər. Yəni o məktəbdə keçən rəqəmsalla informatika buna bir növ aid deyil. Yəni hələ ki məktəblərimiz o səviyyədə şagirdlərə rəqəmsal bacarıqları öyrədə bilmirlər. Amma düşünürük ki, yavaş-yavaş inkişaf eləyəcək. Çünki yeni başlanılıb, inkişaf mərhələsindədir. 3 mərhələnin üçü də qapalı suallar. Akşin Mahmudov, hörmətli iştirakçımız, qeyd elədim. Burada qapalı sual task adadır. B və C-də siz kod yazırsınız. Kod yazmaq bilirsiniz nə demək? Yəni tapşırıqlar verəcəksiniz. Burada riyaziyyat deyil, ingilis dili deyil. Siz yəni burada hansısa bir açıq sual verilmir, bunu isbat edin deyil. Sizə mövzu verilir və siz mövzuya uyğun həll yolu tapmalısınız və tapşırıq yazmalısınız. Əli yenə yazır, bu sual artıq cavab verdim. Kənan yazıb ki, 2025-ci tərəfinə verən suallar və notebooklarda kompleks əhatəli suallar bu turun suallarına oxşar. Bəli, Kənan, çox doğrudur. Buna oxşar mövzular olacaq. Akşin yazır, 3 mərhələnin üçündə də qapalı bu suala cavab vermişəm bayaqları. Fasilə zamanı universitetdən kənara çıxmaq olar, bu suala da cavab vermişdim. Mən yenidən bir sistemimizi yeniləyim və baxaq görək, başqa nə suallar var buna bənzər. Mən sizin suallarınızı cavablandırırım. Mən baxıram, yenə də suallarımız var. Müəllim, orada exam ID yazılmayıb, 3 nömrəsi yazılıb vərəqəsində. Ondan istifadə edib keçəcəyik. Exam ID iş nömrəsi deməkdir, dostum. Yəni, exam ID o deməkdir ki, ingilis dilində iş nömrəsidir, iş nömrəsini yazmalısınız. Ad, soyad və iş nömrənizi. Exam ID-ni mən ingilis dilində bildirdim sizə. Sonra Vaqif yazır ki, Python kodları olacaq. Bəli, biz bunu şəkildə təlimatda yazmışıq, hörmətli izləyicimiz Vaqif. Siz təlimata baxmamısınız yəqin. Siz təlimatlara zəhmət olmasa baxın, qrupa göndərmişik. Bu təlimatlarda yazılıb bütün informasiyalar. Yəni orada var. Sonra neçə sual olmayacaq. Əziz valideynlər, əziz iştirakçılar, siz yəni qrupa biraz suallar, mən ümumi bəzi suallara cavab verməyəcəm bu mövzuda. Siz yəni qrupda təlimatlara baxmamısınız. Təlimatlara baxın zəhmət olmasa. AI Olimpiyadasının finalında task A-da 25 dənə sualdır və suala cavab verirsiniz. Task B və task C-də isə sizlər proqramlaşdırma dillərindən imtahan verəcəksiniz. Yəni, sizə bir tapşırıq veriləcək və o tapşırıqlarda kodlar yazmaqla onun həllini tapacaqsınız. Biz sizə bölüşmüşdük ki, task B və task C-də hansı mövzulara baxmalısınız. Bunu mən sizdən bölüşmüşdüm. Bir daha təkrar edirəm. Task B-ni bilmək üçün Python-dan data işləməni bilməlisiniz. Pandas ilə GVC fayllarının oxunması, data frame strukturu, sütun seçimi və filtrlənmə. NUPI ilə riyazi əməliyyatlar, sadə vizuallaşdırma, kəşfedici data analizi, yəni paylanmanın təhlili, histogram, box plot, korrelyasiya matrisi, dəyər sayları və sinif balansı, sonra digər buna bənzər datalar, datanın ön emalı prosesində kategorik dəyişənlərin kodlaşdırılması, label encoding, one-hot encoding, normallaşdırma və standartlaşdırma, öyrətmə, test bölünməsi, train, test split, klassifikasiya modelləri, logistik regresiya, support vector machine, sonra API ilə model qurmaq, fit, predict, score, bu kimi şeylər. Qiymətləndirmə ölçülərində recall, F1 score, sonra confusion matrix, model yaxınlaşdırma üçün metrikadan istifadə və s. Task C-də isə, yəni ikincidə isə, daha çətində olanda isə, burada siz məlumatların təmizlənməsi, çatışmayan dəyərlərin aşkarlanması və doldurulması, buna deyək imputation, kənar nöqtələrin müəyyən edilməsi, dublikat sətirlərin silinməsi, uyğunsuz səhv formatların düzəldilməsi, xüsusiyyət mühəndisliyi, yeni xüsusiyyətlər yaratmaq, feature kreativ, bölmə və qruplaşdırma, mövcud sütunlarda məna çıxartmaq, xüsusiyyət əhəmiyyəti, sinif balanssızlığı, balanssız datasetlərin problemi, sonra metrik seçimi, balanssız data üçün, ağac əmsal modelləri, qərar ağacı, təsadüfi meşə, random forest, XGBoost, Light GBM, sonra digər modullar. Bundan əlavə hiperparametrlərin tənzimlənməsi, hiperparametr nədir? Parametrin fərqi,
Grid Search CV və Random Search CV, Cross Validation Float yazılır belə. İləri qiymətləndirmə ölçüləri, Outcrock əyrisi və mənası, niyə Outcrock'də balanssız datada aldadıcıdır, sonra və digər mövzular. Bunları mən sizə göndərəcəm qrupa, yenə təkrar göndərəcəm, bunu yaxşı-yaxşı oxuyasınız. Yəni, yenə diqqətlə deyirəm, bu imtahanda sizdən Azərbaycan dili, riyaziyyat, bu kimi şeylər tələb olunmur. Final mərhələsində ancaq AI ilə bağlı şeylər olacaq və buna cavab verməsiniz, əziz dostlarım. Tapşırını verə bilər. Bir dəqiqə. Buyurun. Bir dəqiqə bir şey soruşum, üzr istəyirəm. Bizdə deməli buraxılış vərəqində iş nömrəsi fərqlidir, amma öz şəxsi kabinetimizə girəndə orada tamam fərqlidir. İndi biz hansını qeyd eləyək burada o dediyiniz saytda? Siz Global Impact Center'ın şəxsi kabinetinə daxil olur. AI Azərbaycanın seçim turunda istifadə olunan exam ID-ni yazmalısınız Kaggle. Hə, oradakını yazmalıyıq, şəxsi kabinetdəkini, vərəqdəkini yox. Hə, oldu mənim, çox sağ olun. Oldu, siz sağ olun. Sağ olun. Gmail mütləq öz adımız olan lazımdır. Xeyr, yəni Gmailiniz bizə lazım deyil, hörmətli iştirakçılar. Mənə ad, soyad və exam ID-niz lazımdır. Düz keçməyiniz üçün. Buyurun. Bir də ki, biz burada tutaq ki, siz mövzular atmışsınız, onları hardan oxuya bilərik onu dərin? Sərbəstsiniz, yəni internetdə bu informasiyalar var. YouTube-dan dərsliklərə baxa bilərsiniz, axtarış eləyə bilərsiniz. Yəni, demək olar ki, internetdə var bütün bu mövzular. Buradan tapa bilərsiniz. Yəni, bunlar yəni siz kodlaşdırma dərslərinə gedirsinizsə, əgər kodlaşdırma məşğulsunuzsa, bunlar bilirsiniz artıq. Yəni, proqramlaşdırma dərsləridir bunlar. Nəriman yazır, dəyərli dostlar, mən kodlaşdırma ilə bağlı, Kaggle-da nə edəcəyinizlə bağlı mən bayaqları bildirdim. Kaggle saytına registrasiya etdikdən sonra orada mən birazdan görüş bitdikdən sonra Beynəlxalq Süni İntellekt Olimpiyadasının resurs bölməsi var. Resurs bölməsi linkini atacağım. Əvvəlki illərdə istifadə olunan ölkələrin, yəni national roundlarda istifadə olunan sual nümunələri var Kaggle-da olan. Onlara baxıb oradan istifadə edə bilərsiniz, oradan işləyə bilərsiniz, özünüzü yoxlaya bilərsiniz. Bir də, dəyərli iştirakçılar, sonda bir şey də demək istəyirəm. Bəzi iştirakçılar bizə yazmışdı ki, biz öz notebooklarımızı gətirə bilərikmi? Bəli, gətirə bilərsiniz. Yəni, öz notebooklarınızdan da imtahana daxil olur. Ancaq bunu öncədən bizə bildirməniz lazımdır. Bununla bağlı mən qeydiyyat formu atacağım sabah qrupa. Kimlər ki, öz notebooklarını gətirmək istəyirsə və öz notebooku ilə işləmək istəyirsə imtahanı, söhbət B və C, bəli, MacBook da olar, fərqi yoxdur. Yəni, ola bilsin ki, sizə daha rahatdır, əliniz daha örgəşib. Yəni, bunu kim istəyirsə bunu edə bilərik. Amma öncədən biz bunu yoxlayacağıq, baxacağıq. Amma öncədən kimlərsə qeydiyyatdan keçib formu doldurubsa, onlar icazə verəcəyik. Digər hallarda icazə verməyəcəyik. Yəni, odur ki, kimlər ki, bunu istəyir, mənə çox yazmışdı iştirakçılardan. Bəli, mən icazə verəcəm, bunu biz dəqiqləşdirmişik və kimlər ki, öz notebooklarını gətirmək istəyirsə, gətirə bilərlər. Heç bir problem yoxdur. Ancaq yenə deyirəm, qeydiyyatdan keçməlidir. Biz onun adını stiker yapışdıracağıq. Stiker üzərinə kompüter yapışdırıb, sonra salınacaq içəri. Çünki biz sizdən alıb onu aparıb otaqlarda hazırlamalıyıq. Salam müəllim, bir dəqiqə bir sual verə bilərəm. Buyurun. Müəllim, biz bugün qeydiyyatdan keçmişik də, prosta, yəni, şəxsi kabinetdəki kodu yazmamışıq da, tam bir fərqli. Biz onu yeniləyə bilərikmi kodu, yoxsa... Bəli, zəhmət olmasa yeniləyin. Biz məsəl sizin əməkdaşlara müraciət eləsək, bizə kömək eləyərlər də, yəqin ki. Biz sizin parol kodunuzu bilmirik və biz sizin yerinizə qeydiyyat eləyə bilmərik Kaggle-da. Siz bunu özünüz etməlisiniz. Anladım, təşəkkür edirik, çox sağ olun. Buyurun. Müəllim, bufet pulsuz olacaq, xeyr. Bəli, buyurun. Biz sualları həll edərkən AI-dan istifadə edə bilərik. Xeyr, icazə verilmir buna. Ancaq Kaggle-a daxil ola bilərsiniz, vəssalam. Digər bütün şeylər bloklanmış olacaq. Yəni, icazə yoxdur. Siz əgər hər hansı bir köməkçi vasitədən istifadə etməyə başlayacaqsınızsa, biz onda sizə diskvalifikasiya eləmiş olacaq həmin round üzrə. Yəni, bloklanacaqsınız. Siz ancaq Kaggle-a daxil ola bilərsiniz. Digər köməkçi vasitələrdən istifadə qadağandır. Sonra kimisə sual varsa səsli şəkildə bilirəm. Bir söz soruşum. Buyurun. Qeydiyyatdan keçdikdən sonra sizə username-lər göndərməliyik, yoxsa yox? Yox, biz onsuz da oradan girib baxacağıq. Əgər bizim akademik heyət bildirsə ki, artıq siz bizə tapşırsa ki, bu söhbət digər komitəmizdən gedir, desə ki, məsələn, burada nəsə biz yanlışlıqlar görsək, sizin qeydiyyatdan keçməyinizdə, bəli, bu halda biz sizə bildirəcəyik ki, zəhmət olmasa bizə keçdiyiniz ad və soyadları göndərin ki, biz təsdiq edək. Əgər biz uyğunsuzluqlar görsək. Yox, əgər olmasa belə ehtiyac yoxdur. Çünki biz iş nömrələrinizi əsasən Kaggle bazadan artıq sizin məlumatlarınızı götürəcəyik. Çox sağ olun. Siz sağ olun.
Kaggle sizə heç bir kömək etməyəcək. Həmzə yazır. Həmzə də səhv eləmirəmsə adı. Üzr istəyirəm. Adınıza Həmzə Manov. Ya Kaggle sizdə yarışma platformasıdır. Siz orada biliklərinizi nümayiş elətdirirsiniz. Sadəcə Kaggle bir platforma kimi sizə yardımcı olur. Yəni biz prosesi orada həyata keçiririk. Sizə heç bir yəni köməklik göstərilmir orada. Sonra məkanın konumunu göndərə bilərsiniz. Bəli, mən görüşün əvvəlində də bildirdim. Məkanın konumunu bir gün öncədən göndərəcəyik. 28-dədir. Landmarkın yanındadır. Bizim ofisin yaxınlığıdır. UFAS, Fransız Universiteti. Fransız Universitetinin əsas binası yazsaz hər hansı bir yerə göndərəcək. Amma bir gün öncədən göndərəcək. Çünki biz informasiyaları çox-çox göndəririk. Sizi nəzərə təkrar göndərib, bəzən gözünüzdən qaçır. Ona görə ki, ən sonda olacaq. Lamiyə İsmailova olub, pul gətirmək olar. Yəni, seçim sizindir. Bufetdən nəsə alacaqsınızsa, bəli, gətirin ki, qidalanma ala bilərsiniz. Belə yox. Valideynin gözləməyə yer var. Xeyr, heç bir valideyn görüşündən sonra, yəni 10-10-da valideynlər içəri daxil olacaq, görüş başlayacaq. 10:50-də isə valideynlər artıq kənara çıxacaq, bir də axşam gələcəklər uşaqlarını götürməyə. İcazə verilməyəcək. Valideynlər içəri buraxa bilməli, çünki imtahan prosesidir. İmtahan prosesində bizə mane ola bilər valideynlər. Bu məsələyə görə valideynlərin içəri buraxılmasına icazə verilmir. Salam, zəhmət olmasa deyəriz, imtahan harda olacaq? Afət Xəlilova, biz artıq mən görüşü bitirirəm, videonun zapisinə zəhmət olmasa baxarsınız. Daha geniş məlumatlar burada. Bütün proseslər haqqında danışmışam. Yəni suallarınız çoxdur o mənada. 9 mayda UFAS-da olacaq imtahan. İnternet çıxışınız olacaq, Kənan, internetə çıxışınız olacaq, internetlə işləyəcəksiniz. Telefonunuzu biz götürəcəyik, imtahana gəltirəcəksiniz, biz amma telefonları orada sizdən yığacağıq. Xeyr, Lamiyə xanım İsmailova, Task-C komanda işi ləğv olundu. Görüşün əvvəlində bildirim ki, ləğv edilmişik. Hər kəs fərdi şəkildə yarışacaq. Var, amma siz exam ID-ni siz yazmalısınız. Username-i siz özünüz formalaşdırmalısınız, hörmətli iştirakçı, yəni onu siz yazmalısınız bizim dediyimiz nümunəyə uyğun. Niyə fərdi olacaq? Ona görə hər kəsin fərdi nəticəsi bizə lazımdır və komanda işi ona görə olmayacaq ki, bir şagird digər şagirdlik əgər üstələsə, bəzən şagird ki, bu mümkün deyil olsa, biz orada sizin əldə etdiyiniz tapşırıqları kimin nə etdiyini görürük, amma yenə də şagirdlər komanda işində biri güclü, biri zəif olma teması ola bilər. Mən yaxşı yazmışdım, o pis yazmışdı kimi etirazlar olmasın deyə hər kəs fərdi şəkildə yazacaq. Yəni, hər kəs özünə cavabdehdir. Uşaqlara içəri iğne gətirmək olar. Olar, problem deyil. Bakıda olacaq, bəli, Bakıda olacaq. UFAS-da, Azərbaycan Fransız Universitetində. Müəllim, geyim sərbəstdir. Necə? Geyim. Geyim sərbəstdir, bəli. Heç kəsə qarışmır. Geyim nə istəyirsiniz, geyinə bilərsiniz. Sonra Fatimə yazır, sual şərti ingiliscə olarsa translate istifadə xeyr, icazə yoxdur. Fatimə Rəzazadə, translate icazəmiz yoxdur. Xeyr, mümkündür xət qoymaq, mümkündür, yəni xət qoymaq mümkündür. Biz hamısını yoxlamışıq. Fasilələr olacaq, bəli. Belə. AI-dan danışılır. Belə hörmətli iştirakçılar, demək olar ki, mən eyni suallar artıq verilir və eyni tipli suallar artıq mən cavab vermişəm. Bu videonun zapisinə təzədən baxmaq lazımdır və bunu nəzərə alaraq siz təzədən bu videoya baxarsınız. Mən birazdan sizdən bölüşdüyüm PDF material və resurs da göndərəcəm sizin üçün. Keçmiş illərdə Kaggle-da olan imtahan proseslərindən istifadə edə bilərsiniz. Çox sağ olun, sizinlə görülmək çox xoş idi. Mən inanıram ki, imtahanda sizə hamınız iştirak edəcəksiniz. Əgər sizin içərinizdən kimlərsə imtahanda iştirak eləməyəcəksə, bunu öncədən bizə məlumat verməlisiniz ki, biz həmin resursları bloklayaq və bağlayaq. Bu məsələni nəzərə almanızı sizdən rica edirik. Kaggle-da qeydiyyatdan keçmək sabah saat 18:00, yəni sabah baxanlar olacaq. Yəni 6 may 18:00-a qədər artıq qeydiyyatdan keçilməlidir. Tahirə xanım Həşimova yazır ki, biz sizə video açıb göndərək, bunu etməyəcəyik. Səbəb ondan ibarətdir ki, bu bacarıqlar olmalıdır ki, şagird də imtahana da cavab versin. Yəni bunu olan şagirdimiz artıq Kaggle-da işləmə bacarığına sahib deməkdir. Odur ki, biz sizə göndərdiyimiz nümunələr əsasında həyata keçməyi sizdən rica edirik. Fasilədə telefon götürə bilərsiniz, Kənan.
Belə. Müəllim, bir dənə sual da verə bilərəm. Burada ingilis dilində deyirsiniz də olacaq. O ingilis dil danışığı mütləq 100% bilim. Əsas danışıq gedir. Bizə danışıq Yoxsa- lazım deyil. Biz heç kəslə danışmırıq. Sadəcə olaraq imtahan ingilis dilindədir. Yəni orada verilmiş tapşırıqlar və kodlar ingilis dilində yazılır. Yəni bunu bilsin. Biz orada heç kəsin ingilis dili biliyini ölçməyəcəyik. Biz Azərbaycanca danışacağam mən orada. Sadəcə proqramda verilmiş tapşırıqları siz övladınız daha doğrusu ingilis dilində icra eləməlidir. Hansı əməliyyatları eləyəcəksə. Yəni ingilisini bilməli ki, nə etdiyini bilsin. Müəllim, təşəkkür. Buyurun. olaraq əvvəl birinci sınaqda olan kodumuzu yazırıq, yoxsa? Bəli, iş nömrənizi qeyd edirsiniz. Belə. Təqdimat dili ingilis dilindədir, task C-də, yəni hamısı ingilis dilindədir uşaqlar. Bir dənə task A-da nəzəri hissədə sizə kağızda imtahan verəcəksiniz ki, 25 dənə qapalı sual. O sualda onlar Azərbaycan və ingilis dilindədir. Vəssalam, qalan hər şey ingilis dilindədir. Yəni sizdən biz ingiliscə danış tələb eləməyəcəyik. Siz sadəcə öz orada həll eləyəcəksiniz. Belə. Sizə təşəkkürümü bildirirəm. Gecəniz xeyrə qalsın. Mən inanıram ki, Azərbaycan milli komandası ölkəmizi dünyanın ən böyük, yəni bir nömrəsi elit olan süni intellekt olimpiyadasında iştirak edəcək və milli komanda səviyyəsində biz ölkəmizi çox layiqincə təmsil edəcəyik. Hər kəsə uğurlar, özünüzlə müğayət olun, videoya baxmağı da unutmayın. Mən birazdan sizinlə yeni məlumatı paylaşacağım. Sağ olun, sağlıqla qalın. Sağ olun. Sağ olun müəllim.